Salam, hər vaxtınız xeyir olsun. Kanalımda xoş gördük sizləri. Bugün mən sizə 3-cü sinif riyaziyyat yarpaq testi Çınar yayınlarına məxsusdur. 5-ci bölmə üzrə summativ qiymətləndirmə mövzusunu izah edəcəm. Test 39. Deyir, lövhədəki şərtə əsasən hansının qiyməti 18 olar? Bir n-lərin yerinə 35 qoyub yoxlayırıq. Məsələn, 35-i 7-yə böləndə 5 eləyir və 11 ilə 5-i toplayanda 16 alırıq. 35'i 5'e böləndə 7'dir və 7 ilə 11'i toplayanda 18 alırıq. 1'ə uyğun olacaq B bəndi. 2. Müəllimin dediyi ifadəni hansı şagird dəftərinə düzgün qeyd etmişdir deyir. 15'in üzərinə 8 ilə 5'in hasilini gəlir. Yəni yazırıq ki 15 üstə gəlsin, 8 vurulsun 5. 8 də 5'ə vuranda 40 eləyir, 40 üstə gəlsin 15, cavab edəcək 55. 3. Verilmiş tənlikdə x hansı yolla tapa bilərik deyir. Toplanan cəmdir. Məchul toplananı tapmaq üçün cəmdən məlum toplananı çıxırıq. Yəni 327-dən 285-i çıxacaq. 3-ə də uyğun olacaq B bəndi. 4. Kirimdə tutduğum ədədin üzərinə 37 əlavə etsəm 44 alınır deyir. Yazıram x üstə gəlsin 37 bərabərdir 44-ə. Buradan da x'i tapmaq üçün 44'dən 37 çıxıram, 7 alıram. 4'ə uyğun olacaq A variantı. 18'in yarısı ilə yarısı deyəndə bölürük 2 yerə. Olur 9. 10 və 3'ün hasilini 13'ə vururuq. Hasil sözünün mənası vurmadır. Toplasaq deyəndə neçə alınır? 30 ilə də 9'u toplayıram. 39. Dənglərin cavabları yazılan ləçəkiləri qoparsaq çiçək hansı formada olar deyir. Buradan A-nı tapanda 72'ni 8'ə bölürəm. O da eləyir 9. 9'u qopardırıq. Sonra buradan A-nı tapmaq istəyəndə 83'dən 54 çıxıram. Burada da qalır 29. 29'u da qopardırıq. A-nı da tapmaq üçün 42'ni 6'ya bölürük. Vuruq hasil olanda məchul vuruğu tapmaq üçün hasili məlum vuruğa bölürük. Bu ləçəyi də qopartdıqda qalır bizdə 2 dənə ləçək. Yəni doğru cavabımız olacaq B bəndi. 7. B 20 olarsa dairələrə sırasıyla hansı müqayisə şərləri yazılmalıdır deyir. 20'ni ona böləndə burada 2 alıram və 2 2'yə bərabərdir. 60'dan 20 çıxanda 40 alıram. 40 50'dən kiçikdir. 20 üzərinə 13 gəlirəm. 33, 33 35'dən kiçikdir. Deməli, bərabər, kiçik. 7'yə də uyğun olacaq A variantı. 8. Dovşanın sualına uyğun tənlik aşağıdakılardan hansıdır? 28 kökdən neçəsini yesəm 19 kök qalır. Yəni 28 çıxısına bərabərdir 19'u. Uyğunluğu müəyyən edin deyir. 90'dan 81 çıxanda 9 qalır. 54'ü 9'a böləndə 6 alırıq. 75'dən 70 çıxanda 5 alırıq. 5'də 5'ə vuranda 25 alırıq. 48'i 8'ə böləndə 6, 6'nı 2'yə böləndə 3, 20 ilə də 3'ü toplayanda 23 alırıq. Doğru olacaq cavabımız C bəndi. 10. Ata ilə oğlun birlikdə kütləsi A kiloqramdır. Yazırıq ki, ata üstə gəlsin oğul bərabərdir A kiloqram. Oğulun kütləsi verilibdir 42'dir. Onda yazırıq ata üstə gəlsin 42 bərabərdir A-ya. Bizdən atanın kütləsini istəyir. Atanın da kütləsini tapmaq üçün A-dan 42'ni çıxıram. Ona da uyğun olacaq B bəndi. 11. Verilmiş ifadədə M-in qiymətində hansı qiymətində nəticə 12 olar deyir. Bunun üçün 30 çıxılsın M bərabərdir 12 yazırıq. M-i də tapmaq üçün 30'dan 12'ni çıxıram. Qalır 18. Uyğunluğu tapın deyir. 5'i hansı ədədə vurduqda 20 alınır. Yazırıq ki 5 vurulsun C bərabərdir 20'yə. 1'ə uyğun oldu B bəndi. 49'u hansı ədədə böldükdə 7 alınır. 49 bölünsün C bərabərdir 7. 2'yə C bəndi. Hansı ədədi 15 ilə toplasaq 40 alınır. C üstə gəlsin 15 bərabərdir 40.
3-ə də uyğun da A variantı. Deməli 12 də uyğun oldu B. Bu qədər, növbəti videolarda görüşmək ümidi ilə sağ olun.